Dəniz panoramalı mənzil axtaranların diqqəti bu videoda olsun və videoya sona qədər baxsın. Dəyərli izləyicilər, mən hal-hazırda Əhməddidəyəm. Amal 2015 yaşayış kompleksində 16 mərtəbəli binanın 16-cı mərtəbəsində mansard bir mənzil təqdim edəcəm. Hansı ki mansarddan heç bir əsər-əlamət yoxdur və mənzilin möhtəşəm görüntüsü var. Bütün Əhməd Tərzəsanov, Ukrayna dairəsi, şəhər istiqaməti bizim ayağımızın altındadır. Biz hal-hazırda mənzilin eyvan hissəsində dayanmışıq. Bütün incəlikləri ilə mənzili təqdim edəcəm. Keçid alaq mənzilin yataq otağına. Dəyərli izləyicilər, mənzil 2 otaq studiya tipli mənzildir. 81 kvadrat metr sahəyə malikdir və bütün əşyaları ilə bir yerdə satılır. Çox münasib qiymətə. Bura yataq otağımızda gördüyünüz kimi geniş yataq otağına malikdir. Keçid alırıq mənzilin dəhliz hissəsinə. Dəhlizimiz də çox genişdir. Dəhlizin başında girişdən sağ tərəfdə bizim ümumi olan hamam otağımız yerləşir və gördüyünüz kimi bütün aksesuarlar hamısı yerləşdirilib. Mənzildə çox qısa bir müddət yaşayış olub. Dəhliz hissəni bu rakursdan çəkək. İndi isə keçid alaq mənzilin qonaq otağına, yəni studiya olunmuş qonaq otağına. Qonaq otağımız da genişdir. Gördüyünüz kimi tavanda heç bir əyrilik, aşağı düşmə və s. heç bir şey yoxdur. Studiya tiplidir qeyd etdiyim kimi. Hörmətli izləyicilər, mənzilin məlumatlarını yenidən sizə təqdim edirəm. Mənzil Amal 2015 yaşayış kompleksində yerləşir. 81 kvadrat metrdir. 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir və qanuni 2 otaq studiya tipli mənzildir. Yəni sənədində 2 otaq studiya tipli mənzil gedir. Əlavə məlumat və mənzilə baxış keçirmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.